Salam mənim balaca dostlarım. Necəsiniz bugün? Tamamilə yeni, bax belə dop-dolu və ən əsası sehirli ingilis dili dərsimizə xoş gəlmisiniz. Bəli, bugün mən sizin həm bələdçiniz, həm də müəlliminizəm. Hazırsınızmı birlikdə sözlərin əz sehirbazlarına çevrilək? Elə isə gəlin vaxt itirmədən başlayaq. Ekranda gördüyünüz kimi, bura bizim İngilis dilində sehirli sözlər adlanan, birinci siniflər üçün xüsusi hazırlanmış sehirli oyun meydançamızdır. Diqqətlə baxın, oradakı o parıldayan sehirli çubuğu və qırmızı almanı görürsünüz. Sanki hər şey bizim gəlişimizi gözləyirdi. Nə deyirsiniz? Birlikdə o böyük yaşıl oyuna başla düyməsini basaq. 3 deyəndə 1, 2, 3, başladıq. Baxın, ilk sehirli sözümüz gəldi. It is. Yəni, odur. Gəlin, rəngləri və əşyaları tanıyaq. İndi mən ingiliscə deyəcəyəm. Siz isə oradan, ekran arxasında məndən sonra ucadan təkrar edəcəksiniz. Axı sehirli sözlər ancaq səsli deyəndə işləyir. Hazırsınız? Başladıq. It is a book. It is red. It is a green pencil. It is a purple backpack. It is a gray donkey. It is a white shirt. Afərin sizə. Düzünü desəm, bu sehirli sözləri necə də gözəl, lap əsl ingilislər kimi tələffüz edirsiniz. Əla, indi isə gəlin özümüzə aid olan, sahib olduğumuz əşyalardan danışaq. İngiliscə buna I have deyirik, yəni mənim varım. Gəlin birlikdə məşq edək. İngiliscə cümləni deyəndə ayaqqabınızı və ya qulağınızı göstərə bilərsiniz ki, daha əyləncəli olsun. Gəlin yoxlayaq. I have a pencil case. I have a brown horse. I have a sister. I have a pink eraser. I have sneakers. İndi öz ayaqqabılarınızı göstərin görüm. I have 2 ears. İndi isə qulaqlarınıza toxunun. Çox gözəl alındı. Yaxşı, bəs başqalarında nələr var? O zaman belə deyirik. He, she və ya it has. Yəni, onun var. Gəlin başqalarında olanları da sayaq. Mom has a yellow jacket. Dad has a blue shirt. Brother has black shoes. A cow has a nose. The duck has orange legs. Grandpa has a gray goat. Bura qədər əla. İndi isə yaxın gəlin sizə balaca bir gizli xatırlatma edim. He, yəni oğlan, she, yəni qız, it, yəni heyvan və ya əşya olanda biz have yox, has deyirik. Bunu aramızda böyük bir sirr olaraq saxlayaq, yaxşımı? Bəs lap öz şəxsi əşyalarımızdan danışanda necə? O zaman my deyirik, yəni mənim. Cümlənin lap başında my işlədərək o əşyanın məhz kimə aid olduğunu bildiririk. İndi mən oxuduqca siz də öz saçınıza, paltarınıza toxunaraq təkrar edin. My backpack is blue. My hair is black. Öz saçınıza toxunun görüm. My pants are gray. My grandma has a rooster. My finger is small. Barmağınızı mənə göstərin. Bax belə. Təbriklər. Bunu da çox uğurla öyrəndik. Aha, indi isə yerimizdən qalxmaq vaxtıdır. Çünki ən əyləncəli və hərəkətli hissəyə gəldik. Bədənimizlə öyrənirik. Bu bizim praktik simvol oyunumuzdur. Birinci hərəkətimiz qucaqlama, I have deyirik və iki əlimizi sinəmizdə bərk-bərk çarpazlayırıq. Sanki özümüzü qucaqlayırıq. Yəni, sənin nəyinsə var. Hamı etsin, əlləri çarpazlayırıq. İkinci hərəkət göstərici barmaq. It deyirik və uzaqdakı bir oyuncağı barmağımızla göstəririk. Hamı barmağı ilə göstərsin. Üçüncü hərəkət, körpü, iz deyirik. İki əlinizi yan-yana qoyub möhkəm bir körpü düzəldin. Unutmayın, körpü qurmasanız cümlə yıxılar. Qaydamız belədir. Mən simvolu göstərirəm, sizsə sözü deyirsiniz. İnanın mənə, bədənimizlə öyrəndiyimiz şeylər heç vaxt yadımızdan çıxmır. Bayaq sizə verdiyim o balaca sirri xatırlayırsınız? Gəlin indi sizə əsl bir ailə sirri danışım. Söhbət Həv və Həz qardaşlarından gedir. Əvvəlcə üçəm qardaşlarla tanış olaq. Həz. Onlar balacadılar, buna görə də yanlarında həmişə qısa söz olan həs gəzir. Fikir verin, cəmi 3 hərflidir. İndi isə böyük komandaya baxaq. Həv. Onlar güclü və böyüdülər, buna görə də yanlarında uzun söz olan həv gəzir, yəni 4 hərfli. Balaca qardaşlar üçün qısa həs, böyük komanda üçün isə uzun həv. İndi bunu xatırlamaq necə də asan oldu, elə deyilmi? Yaxşı, öyrəndik ki, sözlər var, amma biz bu sehirli sözləri necə birləşdirib cümlə edəcəyik? Bunun üçün şəkilli cümlə qurmadan, yəni bizim dildə desək Lego metodundan istifadə edəcəyik. Bəli, bildiyimiz oyuncaq Legolar. Simvollarla oynayaraq yeni cümlələr yaradırıq. İngilis dilində cümlə qurmaq eynilə o rəngarəng Lego parçalarını bir-birinə keçirtmək kimidir. Gəlin oxuyaq.
I have an apple. It is red. My apple is red. Fikir verdinizmi? Hər söz və simvol sanki bir Lego parçasıdır və biz onları asanlıqla birləşdirərək bax belə uzun, mənalı və gözəl cümlələr yaradırıq. İndi isə öyrəndiklərimizi yoxlamaq, yəni oyun vaxtıdır. Özünüzü lap əsl televiziya oyun şousunda kimi hiss edin. Oyun 1, sözü tap, yəni xatırlama oyunu. Aşağıdakı boşluqlara uyğun gələn balaca dostları, yəni is, have və has sözlərini yerləşdirməliyik. Hazırsınız? Mən cümləni oxuyacağam və boşluğa çatanda dayanacağam. Siz isə ucadan o boşluğa hansı sehirli sözün gəldiyini mənə deyəcəksiniz. Birinci, I, a yellow pencil. Nə olacaq? Bəli. İkinci, it, a green duck. Düzdür? Üçüncü, she, a pink skirt. Afərin. Və dördüncü, it, black. Səslərinizi buradan belə eşidirəm və tam əminəm ki, hamısını 100% düz tapdınız. Qətiyyən dayanmırıq, enerjimiz bolkən davam edirik. Oyun 2. Hansıdır? Bu bir anlama oyunudur. Şəkillərə baxacağıq və doğru cümləni seçəcəyik. İlk şəkilimizdəki o şirin oğlan üçün doğru yol hansıdır sizcə? It is a book, yoxsa I have a book? Gəlin barmağınızla ekrandan düzgün olan yolu göstərin. Tapdınız. İndi isə o biri şəkildəki sevimli inək üçün tapaq. It is red, yoxsa I have read. Düzgün yolu seçin və barmağınızla izləyin. Çox yaxşı, mən bilirəm ki, siz həmişəki kimi ən doğru yolu seçdiniz. Çoçu, eşidirsiniz? Qatarımız yola düşür. Oyun 3, rəngli qatar. İndi biraz tətbiq edək. Verilən sözlərdən istifadə edərək 3 dənə cümlə qurmalıyıq. Amma bir şərtimiz var. Hər cümlədə bir heyvan, bir rəng və bir bədən üzvü olmalıdır. Baxın, burada bizim üçün bir nümunə var. The horse has a black nose. Yəni, atın qara burnu var. İndi isə qatarın boş vaqonlarını doldurmaq növbəsi sizindir mənim balaca bələdçilərim. Birinci qutudakı sözlər cow, white, tail. İkinci qutuda rooster, red, head. Üçüncü qutuda cat, grey, ears. Bu sözləri bir-birinə qatın. Öz sehirli cümlələrinizi yaradın. Vaqonlara yükləyin və qatarın dayanmadan uzaqlara getməsinə kömək edin. Diqqət, diqqət! İndi isə hər kəs çox diqqətli olmalıdır, çünki əsl detektiv kimi işləmək vaxtıdır. Oyun 4. Yaramaz səhvi tap. Bu tapşırıqda biraz təhlil edəcəyik. Bu cümlələrdə bir dənə yaramaz səhv gizlənib. O səhvi tapmalı və dərhal düzəltməliyik. Görün bu balaca, sevimli amma yaramaz canavarlar bizim cümlələrimizdə nə ediblər? Birinci cümləyə baxaq. I has a blue backpack. Necə düşünürsünüz? Burada səhv haradadır? İkinci cümlə. It have a orange beak. Burada nə düz deyil axı? Üçüncü, my sister is wearing a red sneakers. Aha, yox bir, bu lap gülməli səhvdir elə deyil. Tez böyüdücünüzü götürün, gözlərinizi 4 açın və bu yaramaz səhvləri tutub yerindəcə düzəldin görün. Deyəsən, bugün məni təəccübləndirməyə qərar vermisiniz. Çünki sadəcə möhtəşəm irəliləyirsiniz. İndi biraz daha fərqli praktikaya keçək. Oyun 5, mənim seçimim. İndi sizdən öz məktəb çantanızdan 2 əşya çıxarmağınızı istəyirəm və onlar haqqında yanınızdakı dostunuza və ya valideynizə məlumat verin. Məsələn, baxın belə deyə bilərsiniz. This is my pencil case, it is purple, I have a green eraser in it. Siz bunu şifahi olaraq səsli şəkildə deyə ya da bir cümlə ilə dəftərinizə yaza bilərsiniz. Dərsdən dərhal sonra mütləq öz məktəb çantanızı açın və bu tapşırığı evdə mütləq sınaqdan keçirin. Razılaşdıq? Bəs necə? Və budur, mənim ən çox sevdiyim, ən yaradıcı oyunumuz gəldi. Oyun 6, mənim sehirli fermam. Tapşırığımız isə belədir. Rəngarəng karandaşlarınızı götürün və bir kağıza xəyali, yəni olmayan bir heyvan şəkli çəkin. Məsələn, bənövşəyi bir inək. Niyə də olmasın? Sonra o çəkdiyiniz heyvanı bu öyrəndiyimiz cüllə qalibləri ilə bizə təqdim edin. Birincisi, it is a. Heyvanınızın adı nədir? İkincisi, it is rəngi nədir? Üçüncüsü, it has hansı fərqli, qəribə bədən üzvü var? Məsələn, pink ears. Dördüncüsü, I have a. Sizin də evdə belə bir oyuncağınız varmı? Bu sanki əsl rəsm dərsi kimi bir şeydir və mən sizin o zəngin təxəyyülünüzdə nələr çıxacağını görmək üçün indidən çox həyəcanlıyam. Nəhayət, zəhmətimizin bəhrəsini gördüyümüz o böyük, həlledici an gəlib çatdı.
Afərin sizə, siz qalibsiniz. Siz artıq ingilis dilinin ən məxfi, ən sehri sirlərini bilirsiniz. Yeni sözlər qurmağa, öyrəndiklərinizi tətbiq etməyə və ən əsası uğurlarınızı qucaqlamağa davam edin. Və əlbəttə ki, bu gözəl material elə ekranda da gördüyünüz kimi Vüsalə Qacar tərəfindən sizin üçün xüsusi olaraq hazırlanıb. Siz bu sehirli dərsimizdə sözün əsl mənasında möhtəşəm iş çıxardınız. Bəs görəsən, bu dərsi bitirdikdən sonra evdəki əşyalarınıza baxanda tapacağınız ilk yeni sehirli sözünüz nə olacaq? Məncə, bunu axtarmağa elə indidən başlayın. Yeni sehirli sözlər öyrənməyə və ingilis dilini sevməyə davam edin. Növbəti dərslərimizdə görüşənədək sağ olun.